Salam barakatuhu. Əxi, bu problem həqiqətən də ged-gedə böyüyür. Bu tələbələr arasında olan söz-söhbətlərlə. Yəni, hər bir müsəlmana üzərinə düşən bu dəqiqə dua eləməkdir Allah Subhanahu. Allah Taala ucağı böyükdür. Yəni, Allah Taala öz dinini həmişə müzəffər edir, ucaldır. Allah Subhanahu öz dinini qoruyur həmişə. Və həmçində Allah Subhanahu dua etmək lazımdır ki, Allah Subhanahu taala tələbələrin arasını islah etsin və tələbələrin aralarını vuranları Allah Taala bizim sıralarımızdan çıxartsın. Bizən bu məsələdə iki qrup insanlar var, hansı ki çalışırlar ki, ara düzəlsin, qardaşlar barışsınlar, söz-söhbətlərə son qoysun. Elə insanlar da var ki, yəni onların məqsədləri yalnız və yalnız ara vurmaqdır. Ola bilər ki, bir tərəfə keçəcək, deyəcək ki, mən sizdənəm, gəlin o tərəfi vuraq, lakin onun məqsədi o tərəfin ala gözlərinə aşiq olmur da, başa düşdün əxəcəm. Yəni, onun məqsədi digər qarşı tərəfi vurmaqdır, ona görə sərf edir o mövqedə olmaq, ona görə də onları bu məsələdə qızışdırır. Həmçinin elə adamlar var ki, digər tərəfdədir və bu tərəfi vurmaq üçün edirlər. Və arada görsən ki, söz-söhbətlər yayırlar, bir-birinin adlarından söhbətlər gətirirlər ki, filan kəs sənə belədir, sən ona niyə görə uşaq dedin, kimi qəsd edirsən burada uşaq, filan kəsdə qəsd edirsən, yoxsa filan kəs qəsd edirsən. Yəni, bu cür söz-söhbətlər, yəni, sən insanın ağzından çıxan hər bir sözü tələbənin ağzından çıxarır. Ona, tələbənin sözü ki, qəsdi o deyil. Amma o sözü istənilən bir tərəfə fırladıb, öz istəyinə uyğun, öz nəfsinə uyğun onu yozur, başa düşdün. Yəni, yozur ki, tək digər tərəf vurulsun. Yəni, digər tərəf gözdən salsın və tələbə arasında qırğından olsun, başa düşdün. İstər-istəməz görsən ki, o belə WhatsApp zətdə başladı yayılmağa, nə səhifələr kimi, hansı ki, məsələn, filan kəsin tərəfində olanlar, sələfilər, bu tərəfdə yazılar, hizbiçilər, ortada qalanlar, nə bilim, filan kəsdə. Yəni, məqsəd nədir? Qızışdırmaqdır, qızışdırmaq, başa düşdün, insanların hissləri ilə oynamaqdır. Allah Subhanahu taala dua edirəm ki, Allah Taala belə mutilaları, yəni bizim səhvlərimizdən uzaqlaşdırsın. Belə mutilalar çoxdur. Bu mutila, yəni bu şəri mənada deyil, şəri mənada belələrin adı nəmmamdır. Bu cahili mənada mutiladır o insan. Arada qalan, ortada qalıb qızışdırır araları. Allah Subhanahu taala onları bizim səhvlərimizdən uzaq etsin, vallahi. Onların niyyətləri ancaq xəbisdir. Sadəcə indi kim ki hisslərinə qapanır, görürsən ki, onların o tuzaqlarına, hilələrinə gedir. Allah Subhanahu taala öz dinini qoruyandır. Və Allah Subhanahu taala kim ki səhvdir, kim ki düzdür, kim ki bu məsələdə haqlıdır, kim ki ədalətsiz olaraq zülm edirsə, hamısını bəyan edəcəkdir. Bu bir bazı vaxt istəyir mən. Səbirli olub gözləmək lazımdır. Yəni, səbirli olub gözləmək lazımdır və belə insanlara, o mutilaları bəyan eləmək lazımdır insanlara ki, insanlar tanısın onları. Yəni, tanısınlar, vallahi. Yəni, tələbə elə düşünür ki, mən tələbəyəm, onun o tuzağına, o hiləsinə aldanmaram, amma elə aldadır ki, görürsən səndən elə məharətlə istifadə edir sənin sözlərindən və görürsən ki, qarşı tərəfi başlayır vurmaq. Həmçinin o tərəfdən də olanlar bu tərəfi. Çünki bizi istəməyənlər çoxdur, bizim dəvətimizi istəməyənlər çoxdur. Başa düşdün əxəcəm. Ona görə belə məsələlər onlara sərf edir. Belə məsələlər onlara sərf edir ki, tələbələri bir-birini ayırsınlar, bir-birini vursunlar və salam. Ona görə də vallahi dua edin Allah Subhanahu taala ki, Allah Taala bizim tələbələri islah etsin, onları bir-birinə mehriban etsin. Bu fitnəkarlar, bu mutilaları bizim aramızdan uzaqlaşdır. Bu söhbəti də inşallah yayın geçsin Allahın izni. Qoy geçsin o mutilalara satsın ki, Kamal onları mutila adlandırır. Yaxşımı? Nəmmam. Qoy eşitsinlər olar.